Gəlin baxaq da. Bax Qarabağ Kəpəz oyununda dedilər ki, hakim mən Yaxşı, deməli Zirə deyirəm ki, Qarabağ oyununda Rəhim Həsənov göz görə-görə yalan danışdı, mənə elə gəlir orada. O qaydalar mən də başa düşürəm. Mən hakim Hə, deyiləm. Kəpəzlə oyundakı epizod. Kəpəzlə oyundakı Duran epizod. epizoduna. Bilirsiniz necə o üzü görə-görə sənin üzvə yalan danışırlar ha ki, yəni sən də məcbursan buna. Bax elə bir epizod oldu. Mən demirəm ki, qaydalarla əsaslandıra bilərlər, amma o həmişə hakimlikdə bu dəqiqə necədir? Elə bir sədd qoyublar ki, qaydalarda. Hakimlər inisiativ aldı. Burada hakimlər vəziyyətə görə dəyərləndirə bilərlər. Hakimlikdə belə qeyri yazılmayan qanunlar var. Bunu istədiyi kimi çevirə bilirlər də, başa düşürsən hakimlər. Çıxır öz hakimini müdafiə edir ki, düz verdi, yaxud səhv verdi, necəsə də indi mən misal üçün buna görə. Orada da Kəpəz oyununda da verilməlidir. Penalti birmənalıdır. Topa hərəkətlənmə, nə bilim topa şipin butsunun şipi dəydi, nə bilim bir də iynəsi dəydi, sürtdü. Bu gülünc idi. Mən elə gəldi. Digər epizodlarda yəni deməsə, amma məsələn digər tərəf var. Qarabağ haqq elədimi həmin oyunda qələbəni? Yox.